Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 1-ci sinifə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb. Bu barədə Qlobal Netə 5D-dən məlumat verilib. Belə ki, məktəblərə şagird qəbulu sərbəst formada və prioritetə, yəni üstünlük hüququ əsasən aparılacaq. Sərbəst formada şagird qəbulu aparılacaq ümumi təhsil müəssisələrinə valideynlər şəxsi kabinet vasitəsilə məktəb və müəllim seçimini birbaşa edəcəklər. Prioritet, yəni valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə, dislokasiyaya qeydiyyatı olmalı, bacı-qardaşı həmin məktəbdə hazırda təhsil almalı, valideynlərindən biri həmin məktəbdə çalışmalı üzrə valideynlər isə ilk növbədə müəyyən edilmiş müddətdə Azərbaycan bölməsi üzrə 6 may 4 iyun 2026-cı il, tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə 17 iyun 16 iyul 2026-cı il tarixlərində üstünlük hüquqlarından biri əsasında sorğu yerləşdirə bilərlər. Prioritetlərin tətbiqi yaşayış sıx olan ərazilərdə valideynlərin məktəb seçimini asanlaşdırmaq məqsədlərinə xidmət edir. Qeyd edək ki, müvafiq müddət başa çatdıqdan sonra üstünlük hüququ tətbiq olunan məktəblərdə boş qalan şagird yerlərinə sərbəst qəbul, yəni tədrisi digər dillərdə olan və müsabiqə yolu ilə qəbul aparılan liseylər istisna olmaqla aparılacaq.